Bu, Stefani Kula adlı şəxsdən gələn bir sualdır. Zamanın imamını tanımaq nə deməkdir? Zamanın imamını tanımağın zahiri və batini yönləri var. Yəni bu həm zahiri, həm də batini bir anlayışdır. Zahirdə zamanın imamını tanımaq, onun kim olduğunu qəbul etmək və ona beyət etmək deməkdir. Məsələn, əgər Musanın zamanında yaşayırsansa, Musanın sənin zamanındakı rəhbər olduğunu bilməkdir. Əgər İsa'nın dövründə yaşayırsansa, o sənin rəhbərindir. Əgər Muhammedin zamanında yaşayırsansa, Muhammədi öz rəhbərin olaraq tanıyırsan. Eynilə bu imamlar və ya mehdilər üçün də keçərlidir. Batini və ya ezoterik mənada zamanın imamını tanımaq, onun kimliyini həqiqətən dərk etmək deməkdir. Onun həqiqi dəyərini, imamın əsl mahiyyətini tanımaqdır. O həmin dövrdə müqəddəs ruhun daşıyıcısıdır. Əgər sən Allahla ünsiyyətdə olmaq istəyirsənsə, Allah sənə həmin zamanın imamı vasitəsilə müraciət edəcək. Zamanın imamının yanında olmaq Allahın huzurunda olmaq kimidir. İmamı itaətlə dinləmək və onunla qarşılıqlı ünsiyyətdə olmaq Allahla qarşılıqlı ünsiyyətdə olmaq kimidir. Məsələn, imam tərəfindən müəyyən bir xalqa Allahın mesajını çatdırmaqla vəzifələndirilmisənsə, bu keçmişdə Allah tərəfindən göndərilmiş nəbi və ya elçi kimi bir missiya almaqdan heç bir fərq daşımır. Bu həqiqəti dərk etmək və bu həqiqətlə yaşamaq və daha bir çox dərin məna zamanın imamını tanımağın batini mənasıdır.